Bir neçə gün əvvəl Cəlilabadda toyda döyülən 41 yaşlı Qəmbər Yusubov aldığı bədən xəsarətlərindən sonra dünyasını dəyişib. Məlumata görə mərhum həmkəndləri olan iki qardaşla mübahisə zamanı döyülüb. Toyda olanda çıxıb çölə, onlar da çöldə, onu bilmirəm ki, nə üstə sporlaşıblar. Qardaşımın biri kəlləsindən vurub, yıxılıb yerə. Yıxılıb yerə, yapışıblar başından, qum var imiş. Götürüblər ağzaşıq elə çırpıblar başına. O birisi də götürüb, daşı götürüb arxadan başına çırpanda əlindən alıblar. Hadisə mayın 28-də Masallı rayonunun Albadı kəndində keçirilən toy məclisindən sonra baş verib. Mübahisə zamanı Qəmbər Yusubov bədənin müxtəlif nahiyələrindən xəsarət alıb. Xəstəxanaya getdim. Gördüm, yaman gündədir. Göz yat şişib, üz-göz, gömgöy görmür. Dedim, çıxma, qal burada, həkim nəzarəti altında. Qoymalıca getsin. Döyülən Masallı rayon xəstəxanasına aparılsa da o müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gün sonra vəziyyəti pisləşib və iyunun 5-də yenidən Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılıb. O ilə xəstəxanada dünyasını dəyişib. Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub. İlkin məlumata görə mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o həmkəndlisi 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb. Cəlilabad rayon polis şöbəsində əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Babək Şahmarov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir. Qeyd edək ki, dünyasını dəyişən Qəmbər Yusubov muzlu işlərdə çalışırdı. Baş vermiş hadisə ilə bağlı istintaq davam edir. Yaqub Mehtoğlu, Vüqar Qaliboğlu, Pərvin İsmailova, Space TV, Cəlilabad.